Ayın 13-də olan buraxılış imtahanının suallarına baxaq. Düzəltmə sözləri müəyyən edin. Dilə dilək, kələdən kələk olmur, oyadan oyaq olmur, daya dayaq 1-4, qovadan qovaq olmur, bəzədən bəzək olur. 1-4-6 cavabımızdır. İkincidə hansı cümlədə adi, azaltma, çoxaltma dərəcəli sifətlər vardır? Qablar tərtəmiz, çoxaltma, ağ, sadə. B variantında sərt, adi dərəcə, sıldırımlı adi dərəcə, vahiməli adi dərəcə. C variantında möhkəm adi dərəcə, qarantın azaltma dərəcəsi. D variantında açıq göy azaltma dərəcəsi başqa yoxdur. Y variantında ağ adi, sarımtıl azaltma, tünd qırmızı çoxaltmadır. Açıq və tünd sözlərindən sonra gələn mütləq rəng olmalıdır. Daha sonra 29-cu sualda hansı sözün nöqtələrin yerində q hərfi yazılmalıdır? Burada qışlaqda, çünki q olmalıdır. Qışlaqda, yəni yazılışdan danışır, ona görə yazılışda q olmalıdır. Qonağa sözündə D variantında q əvəzlənməsi, burğun sözündə q əvəzlənməsi, burada dağlar sözündə ğıdır, yarpağı sözündə q əvəzlənməsi baş verir. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. A variantında qızıl qayadan ötəndə günorta idi. Əvvəlcə nəyə baxırıq? Qeyri-müəyyən şəxsi cümlənin xəbəri üçüncü şəxsin cəmindədir. A variantında təkdədir. C variantında təkdədir. Y variantında təkdədir. Deməli, burada nə qaldı? B və D variantı qaldı. B variantı onun nahaq yerə gözdən sarıblar. Kimlər? Onlar qeyri-müəyyən şəxsli adamlar. Deməli, B variantı bizim cavabımızdır və hamıya aid deyil. Hamıya aid olsaydı, üçüncü şəxsin cəmində olanı biz götürərdik ümumi şəxsli cümlə. Ona görə D variantı yazılmayan kitabı vərəqləməzlər. Nə sən, nə mən. Hər kəsə aiddir. Bu, ona görə cavabımız oldu B variantı. 31-ə baxaq. Nümunələr əsasında uyğunluğu müəyyən edin. Mən gələndə yağış yağırdı. Yağırdı. Nə? Yağış. Burada mübtəda isimlə ifadə edilmişdir. Mən gələndə mağazadan kitab. Bir də ki, mən gələndə yalnız zaman zərfliyi var. Yəni, bu cümlədə yalnız və yalnız zaman zərfliyi işlənmişdir. İkinci dərəcəli üzvlərdən yalnız bir işlənibdir. Birə C yazırıq. Daha sonra mübtəda isimlə ifadə edilibdir. Birə həm də B yazırıq. BC birinci aiddir. Daha sonra 2-yə baxırıq. Mən gələndə mağazadan kitab aldım. Zərfliyin mənası 2 növ işlənibdir. Mən gələndə zaman zərfliyi, mağazadan haradan yer zərfliyi. Deməli, A variantını 2-yə yazırıq. Bir də ilk söz cümlədə kim sualına cavab verir? Mən. Mən kim? Mən. Bəli, ilk söz cümlədə kim sualına cavab verir? Çünki aldım kim? Mən. Deməli oldu 1 BC, 2 AY. Amma ki, burada ikinci dərəcəli üzvlərdən yalnız bir işləmiş. Bu da doğrudur. Əmr cümləsi olmaq yanlışdır. 32-yə baxaq. Bir balaca boy var, amma dam dolusu toy var. Qarşılaşdırma bağlayıcısından istifadə edilməlidir. Amma ancaq lakin fəqət isə halbuki. 33 bağlayıcı və ədat işlənmiş sıranı müəyyən edin. Bağlayıcı buradan nə də bağlayıcıdır? Əlbəttə modal sözdür. Gah da bağlayıcıdır, ötürü qoşmadır. O cümlədən iştirak bağlayıcıdır. Kaş isə arzu edatır. Cavabımız oldu C variantı. 34 hansı cümlədə mübtəda fe'li sifət tərkibi ilə ifadə edilmişdir? Bu söz söhbəti yayanları sədr cəzalandırmışdır. Kimi? Bu söz söhbəti yayanlar. Burada fe'li sifət tərkibi tamamlıq vəzifəsindədir. Bu rəsmi çəkən mənim böyük əmimdir. Mənim əmimdir kim? Bu rəsmləri çəkən. Deməli, fe'li sifət tərkibi cavabımız B variantı mübtəda vəzifəsində iştirak etmişdir. 35 həmciz mübtədalı cümləni müəyyən edin. Daşlı kəsəkli səhrada. Hansı səhrada? Həmciz təyinlərdir. Dünəndən nə yatır, nə dincəlirdi? Nə yatır, nə dincəlirdi? Bölüşdürmə bağlayıcısıdır. İnkar bağlayıcıdır və həmciz xəbərlərin arasında işlənmişdir. Səhər açılar-açılmaz bağçanı və həyəti səliqəyə saldı. Haranı? Bağçanı, haranı? Həyəti. Həmciz tamamlıqlar. Zəngin vurulduğunu və müəllimin gəldiyini indi bildi. Bildi nəyi? Zəngin vurulduğunu və müəllimin gəldiyini. Zəngin vurulduğunu və müəllimin gəldiyini. Burada nəyi sualına cavab verdi? Böyük də, kiçik də, kim, həmciz mübtədalardır. 36. Fe'li bağlama hərəkətin tərzini bildirir. Fe'li bağlama hərəkətin zamanını bildirir. Düşmən qorxub geri çəkildi. Burada səbəb sərfidir. Nə üçün? Yəni geri çəkilməyin səbəbi nədir? Qorxaraq geri çəkildi. Demək, A variantını bütün variantlardan silirik. Baxırıq B variantına. Əsmər xala pəncərəyə yaxınlaşanda nə zaman? Zaman məzmunu bildirdi. Uşaq ayağını yerə dirəyərək. Burada tərz mənası bildirdi. Ana içəriyə keçər-keçməz zaman mənası bildirdi. Nə zaman? O əllərini qoyuna qoyub, qoyuna qoyaraq. Burada isə tərz mənası bildirdi.